Değerli izləyicilərim, baxın, Masazırın çox gözəl bir yerində, çox gözəl bir binada sizə kupçalı, təmirli, əşyalı mənzil çəkəcəm. Keçək mənzillə tanış olaq. Değerli və əziz müştərilərimiz, göstərdim sizə. Masazırdayıq. Masazırda Düz prospektin, belə deyim də, harasa 50-60 metrliyində gözəl, kupçalı bir binada sizlərə əşyalı, kupçalı, 2 otağa pericelka bir dənə mənzil çəkirəm ki, çox gözəl qiymətli. Həqiqətən də Masazır seçilir. Evin əsas giriş hissəsi buradadır. Giriş hissəsində burada yerləşir hamam və sanuzeli. Bir də işıqları yandırım. Hamamın sanuzeli tam təmirli və əşyalı satılır. Evdən 2 dənə, 3 dənə əşya çıxarılacaq. Burada yerləşir evin yataq otağı. Belə bir səliqəli və təmirli yataq otağı mövcuddur. Buradan yataq otağından balkon hissəsinə keçməyə yeri var. Sadəcə paltarları qoyub göstərə bilməm tam olaraq. Binanın hər şeyi var. Baxın, gəlin izah eləyəcəm. Bu hissədə mətbəxdir, zalın baş tərəfində. Bax, burada, aşağı tərəfində. Burada da evin geniş, səliqəli zalıdır. Özünün müstəqil bir pəncərəsi var. İndi belə bir şey mən sizə izah eləyim, əziz izləyicilərim. Evimiz 45 kvadratdan ibarətdir. Masazırda prospekt yolunun kənarında yerləşir. Masazırın giriş hissəsindədir. Və belə bir şey də var ki, satış qiyməti 71.500 manata təyin olunub. Orada cüzi bir endirim nəzərdə tutulur. Cüzi yəni yəqin ki, biraz başa düşürsünüz nə demək istəyirəm. Endirim olacaq və binanın göynəlik şəraiti var. Bax, harca səhv etmirəmsə 7 mərtəbəli bina idi. 7 mərtəbədir. Lifti var, qazı var, suyu var, işığı var, ehtiyat su anbarı, kupçası var. Aşağıda belə deyim də qarajı var. Mərtəbə 2-ci mərtəbədir. Yəni hər şeyi əlverişli və qayda-qaydasındadır. Sadəcə gəlin, baxın, qiymətdə razılaşın alın. Bu günlük bu qədər. Sağ olun, salamat qalın.